Fevral günündə ailəsi məkanımıza əvvəla xoş gəldiniz. Ümid edirəm ki, məkanımızı bəyəndilər, yoxlar. Mən gəlirəm. Bugün EREM Nəşriyyat evi mütəmadi olaraq bölgələrdə müəllimlərlə görüşlər təşkil edir. Dəfəki görüşləri isə Gəncə şəhərində Bukson Kitab evində idi. Mən də Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq bu görüşdə iştirak etdim. Görüş mənim üçün maraqlı oldu. Görmədiyim müəllim yoldaşlarımızla görüşdük, söhbət etdik. Nasıl kitablarım var idi, elə onları da Buksondan aldıq və sonda isə EREM nəşriyyatı müəllimlər üçün bu cür kitab hədiyyələri təqdim etdilər. Hədiyyələr üçün EREM nəşriyyatına təşəkkür edirəm. Bu vəsaitlərdən bəzilərinin mənim özümdə var və mən bunlardan istifadə eləyirdim. İndi olmayan vəsaitlər isə artıq var.